Uşaqlar bilirsiniz ki, ümumiyyətlə hər bir qanun Milli Məclis tərəfindən qəbul olunur və hər bir qanunun qəbul olunmasının məqsədi olur, yəni təyinatı olur. Bu qanunun qəbul olunmasının məqsədi də belə olacaq. 57-ci maddə, hansı ki, Konstitusiyanın 57-ci maddəsi vətəndaşlara müraciət etmək hüququ verirdi və 94-cü maddənin birinci hissəsinin birinci bəndi nə deyirdi? Deyirdi ki, insan hüquq və azadlıqları və onlardan istifadənin dövlət təminatı var idi. Həmin o ümumi qaydalardan biri də vətəndaş müraciətləri haqqında qanundur. Birinci bəndinə uyğun olaraq vətəndaşların müraciət etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətə baxması qaydasını müəyyən edir. İndi biz birinci maddədə danışırıq ki, müraciət etmək hüququ nədir? Yəni müraciət etmək hüququ deyəndə nəyə başa düşəcəyik? Azərbaycan vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan, yəni paylarının 100% dövlətə və ya bələdiyyəyə məxsus olan hüquq vaxt. Sonra nə deyir? Və ya paylarının səhmlənən nəzərəsi tərəfi dövlətə və ya məxsus olan hüquqi şəxslər və büdcə təşkilatlarına, yəni 51% dövlətə məxsus olan büdcə təşkilatları, hüquqi şəxslərə və ya onların vəsfəli şəxslərinə biz şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada fərdi və ya kollektiv şəkildə müraciət etmə hüququmuz var. Deməli, uşaqlar, müraciətin iki cür forması olur. Yazılı və yaxud da ki, şifahi. Şəkillər üçün iki cürdür. Fərdi və ya kollektiv şəkildə biz müraciət edə bilərik. Hansı ki demişdik ki, hərbi qulluqçular kollektiv şəkildə müraciət edə bilməzlər. Vətəndaşların müraciət etmə hüququnu sərbəst və könüllü həyata keçirirlər. Yəni biz məcbur deyilik də, yəni biz hər hansı bir quruma, subyektə sərbəst və könüllü həyata keçiririk müraciət etmə hüququmuzu. Biz öz müraciət hüququmuzun həyata keçirilməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Baxın, bugün hər hansı bir şəxsin, deyək ki, biri qadındır, biri kişidir, biri müsəlmandır, biri xristiandır, biri ateistdir, nə bilim, cinsinə, mənşəyinə, dilinə görə, bu cür mənsubiyyətə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq nədir? Qadağandır. Vətəndaşların müraciəti haqqında qanunvericilik bu zaten burada deyiləcək xüsusi bir məqam yoxdur. Konstitusiya həmişə var, tərəfdaş çıxdığımız beynəlxalq müqavilələr həmişə olur qanunverici sistemimizdə. Vətəndaş müraciət haqqında qanundan və digər normativ hüquq aktlardan ibarətdir. Xüsusilə də əsas buradan artıq qanun buradan başlayır, əsas anlayışlar. Müraciət edən şəxs kimdir? Fiziki və hüquqi şəxslər. Hüquqi şəxs təşkilatlar deməkdir. Çünki təşkilatlar özləri belə hər hansı bir müraciətə baxan subyektlərə müraciət edə bilirlər. Fiziki şəxs də bizlərik, insanlar. Müraciət nədir? Birinci növbədə yoldaşlar. Biz bugün tanış olmalıyıq. Əvvəla müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsinə. Şəxsən və ya nümayəndə vasitəsilə yazılı, o cümlədən elektron formada göndərilən, təqdim edilən təklif, ərizə və nədir? Şikayətdir. İndi fikir verin. Müraciətə baxan subyekt, məsəl üçün, hər hansı bir Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, nə bilim, Dövlət Xəzandarlıq Agentliyi müraciət baxan subyektdir. Amma onun və ya vəzifəli şəxsi məsələsi var. Vəzifəli şəxsi məsəl üçün şöbə müdirləri ola bilər orada, aparat rəhbəri ola bilər, müraciət baxan subyektin rəhbəri ola bilər. Onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı, o cümlədən elektron. Zaten elektron yazılının tərkib hissəsidir. Formada göndərilən təklif, ərizə, şikayətdir. Təbii ki, təklif, ərizə, şikayət forması deyil, növüdür. Ki biz üç cür müraciət edə bilərik. Təklif, ərizə, şikayət. Sonra gəldik təklifə. Qanunların və digər normativ hüquq aktlarının təkmilləşdirilməsi. Məsəl üçün, bugün Pünhan deyir ki, məsəl üçün, filan qanunda boşluq var. Bu qanun boşluğu aradan qaldırılsın, təklif edirəm. Müəyyən, məsəl üçün, deyək ki, filan qanunda, filan yerdə filan şey olsa daha yaxşı olur. Təklif edir. Dövlət və ya bələdiyyə orqanlarının, digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması. Pünhan deyir ki, mən təklif edirdim ki, apellyasiya məhkəməsində bir hakimə, məsəl üçün, 4 dənə köməkçi düşsün ki, işlər vaxtında çatsın. Tutaq ki. Elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciətdir. Təklif olunur. Öz adından da görünür. Ərizə nədir? Hüquq və azadlıqların həyata keçirilməsilə bağlı tələbləri nəzərdə tutan müraciət. Məsəl üçün, gələcəkdə Allah korusun Pünhan Məhkəmə Hüquq Şurasına təyinat alanda ərizə yazacaq oranın sədrinə və deyəcək ki, cənab hörmətli sədr, mənim məsəl üçün filan vəzifəyə təyinat almağımda nəzərə alasınız. Ərizə yazır. Gözün hüquq və azadlıqların həyata keçirilməsilə bağlı. Yox. Sabahsı günü
Kimsə bəşərin hüququnu pozsa, məsəl üçün desək ki, müsahibədən kəsdilər onu, Allah eləməsin. O nə olacaq? Pozulmuş hüquq və azadlıqların bərpası məqsədi ilə ay vay, aşkentdən qırıldı mı? Bizə saniyə olur. Çox üzr istəyirəm. Aha. Aha. Dedik ki, şikayət nədir? Pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı məsələləri nəzərdə tutan müraciətdir. Müraciətə baxan subyekt. Məsələ buradadır. Nə ilə bağlı deyə bilərik? Müraciətə baxan subyektlər kimlərdir? Təşəkkür edirəm Bəşir, çox sağ ol. Müraciətə baxan subyekt. Bax deyir ki, tutaq ki, Təhsil Nazirinə müraciət edirsiniz. Sən fiziki şəxsən. Sənin müraciətinə baxır və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan hüquqi şəxs, 100% dövlətə məxsus olan hüquqi şəxslər. Paylarının səhmən nəzər sərfi dövlətə və ya bələdiyyə məxsus hüquqi şəxslər 50%-dən çoxu dövlətə və ya bələdiyyə məxsusdur. 4 isə büdcə təşkilatlarıdır. İndi yoldaşlar, məsələ burasındadır ki, biz müraciət bayaq dedim ki, müraciət baxan subyekt deyəndə qurumlar, təşkilatlar nəzərdə tutulur ki, sən o təşkilatlara müraciət göndərirsən. İndi kimlər müraciətə baxan subyektin vəzifəli şəxsləridir? Məsəl üçün, müraciətə baxan subyektin rəhbəri, yəni nazir, məhkəmə sədri, tutaq ki, düzdür, orqanın rəhbəri nəzərdə tutulur. Bax, ikinci cümləyə fikir verin. İkinci cümlədə deyər ki, hər inzibati vəzifə tutan vəzifəli şəxsdir. Xeyr. Hər inzibati vəzifə tutan vəzifəli şəxs ola bilməz. Niyə? Deyir, inzibati vəzifə tutan. Bax, yazar yardımcı vəzifə tutan, ha, ehtiyatlı olun. Hakimiyyət səlahiyyətləri alan yox, hakimiyyət səlahiyyəti olan. Ta ki, bugün, məsəl üçün, Pünhan inzibati vəzifə hüquqşünasdır, amma o, məsəl üçün, vəzifəli şəxs qismində gedə bilməz. Çünki onun hakimiyyət səlahiyyətləri yoxdur. Amma orada idarə rəhbəri, idarə rəhbəri müavini hakimiyyət səlahiyyətləri olan şəxsdir. Çünki vəzifəli şəxs qismindədirlər. Onlar sadəcə olaraq həmin müraciətə baxıb qərar qəbul edə bilərlər. Təşkilati sərəncam verici vəzifələrdə daimi və ya müvəqqəti işləyən şəxslərdir. Müəyyən o təşkilati məsələləri həyata keçirən şəxslərdir təşkilati sərəncam verici. İnzibati təsərrüfatda adətən müəyyən ümumi məsələlər var, onlara baxırlar. Daimi və ya müvəqqəti işləyən və xüsusi icra təsisində həyata keçirən şəxslər müraciətə baxan subyektin vəzifəli şəxsdir. İmtahana bunu hakimiyyət səlahiyyətləri alan şəxs kimi salmışdılar. Diqqətli olun. Mən bayaq qeyd eləmişdim ki, müraciətin formaları şifahi və ya yazılıdır. Şifahi müraciət nədir? Vətəndaşların fərdi Müəllim, o üzr istəyirəm, o xüsusi səlahiyyət nə idi dediniz? bax, Açıqlaması. bu şəxslər var, inzibati təsərrüfat və ya daimi Hə, var və bunları xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər var. e, yəni belə deyim də, məsəl üçün olur deyirsən hər hansı bir idarədə elə bir ki, necə deyim, həmin ştat olmur, amma həmin Bəli, ştatı bəli, əvəz edən ola bilər. şəxslər Yes. təkmil edirlər də, olar Bəli, elə. bəli, ola bilər. Yes, düzgündür. Hə, İndi baxın. Mən bayaq qeyd elədim ki, müraciətin növləri təklif, ərizə, şikayət idi. Amma müraciətin formaları şifahi və yaxud da ki, yazılı idi. Şifahi müraciət deyir, vətəndaşların fərdi və kollektiv qəbul zamanı. Gəldi tutaq ki, Nazir rayonu, hər hansı bir regionun. Deyir ki, vətəndaş qəbul olacaq. O nazirlər bir də görürsünüz, vətəndaşları kollektiv qəbul eləyir və yaxud da ki, fərdi qəbul eləyir. Siz də gedirsiniz, fərdi şəkildə müraciətlərinizi edə bilərsiniz, kollektiv şəkildə də müraciətinizi edə bilərsiniz. Bu oldu bir şifahi müraciət. Müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramlar zamanı edilən müraciət. Nə bilim, bir nəfər ekspert tutaq ki, deyirəm, indi misal olaraq deyim, sən axtarama çıx. O, məsəl üçün, oraya etdiyiniz müraciət. Oturursan orada, ekspertə sual ünvanlayırsan. Xoş gələnmin verilişində. Və yaxud da ki, getmədən telefon müraciət xidməti vasitəsilə qaynar xəttə yığırsınız. Müəyyən sualınız olanda başlayırsınız orada şifahi suallarınızı verməyə. O da cavablandırır. Dəfələrlə bunu hər biriniz yəqin ki, yaşayırsınız təcrübədə. Bax budur. Canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi nə deməkdir? Təbii ki, nazirliyin razı tutaq ki, müraciətə baxan subyekt, nazirlik, Maliyyə Nazirinin nümayəndəsi onun razılığı ilə gedir proqramda həmin adam Maliyyə Nazirini təmsil edir. Telefon müraciət xidməti nədir? Nədən ötürü var o qaynar xəttlər? Bizim şifahi müraciətlərimiz qəbul. Biz telefonla yazılı müraciət edə bilmərik. Onlarda texniki vasitələr olur da. Qaynar xətt çağırış mərkəzləri olur hər bir nazirliyin, hər bir qurumun. Köməyi ilə qeydiyyatını.
və cavablandırılmasını həyata keçirmək üçün yaradılan rabitə xidmətidir. Yazılı müraciət fərqi yoxdur. Kağız üzərində və elektron formada. Yəni elektron yazılının bir tərkib hissəsinə daxildir. Bir növ belə deyim ki, ə, elektron yazılıya daxildir. Yəni elektron bir forma deyil. Zaten yazılıdır. Elektron müraciət çox maraqlıdır. Burada müəyyən məsələlər var ki, müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsin elektron ünvana göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət. Mən bilirəm ki, əksər tələbələr sadəcə bunu söz yığını kimi əzbərləyirlər, amma bunun mənasını başa düşmürlər. Niyə? Hər bir qurumun özünün ayrıca mail adresi olur. Hər bir qurumda işləyən şəxslərin də özlərinin ayrıca mail adresləri olur. Bir də hər bir qurumun rəsmi internet saytı olur. Amma başa düşmədiniz. Tutaq ki, Təhsil Nazirliyi misal çəkək. edu.gov.az saytı bunun saytıdır da məncə. Düzdür? edu.gov.az. Bəli. Baxın uşaqlar. Təhsil Nazirliyinin, Ümumi Nazirliyinin bir mail adresi olur. Orada bir nəfər təhkim olunur. Baxır o adam. Yəni müraciətə baxan subyektin bir ayrıca elektron ünvanı olur. Yəni sən Nazirliyin elektron ünvanına məktub ünvanlayırsan elektron formada. Gedir onun mailinə. Elektron ünvan bu deməkdir də. Və ya onun vəzifəli şəxs. Tutaq ki, Təhsil Nazirliyində deyək ki, Kadrlar Şöbəsinin müdürü. Kadrlar Şöbəsinin Nazirlik tərəfindən ayrıca bir mail adresi verilir ki, sən nazirliyi təmsil edə biləcək maili olur onun. Və ya rəsmi internet saytından heç bunları göndərmirsən, Nazirliyin edu.gov.az saytına girdin, orada yazılı elektron müraciətlər bölməsi açılır. O internet saytı vasitəsilə nə edirsən? Elektron müraciətini. Gedir Nazirliyin tərkib hissəsinə düşür. Baxırlar, ondan sonra da baxırlar sənin üçün müraciətini. Yəni üç cür sən bunu edə bilərsən. Ya ümumi qurumun mailinə göndərirsən, ya qurumda konkret şəxsin mail adresinə göndərirsən, ya da qurumun rəsmi internet saytı vasitəsini daxil edirsən. Bu da olur sənin elektron müraciətin. Bayaq dediyim kimi müraciətin şəkilləri hansı idi? Fərdi və ya kollektiv şəkildə. Kollektiv müraciət nədir? Yazar imtahanda müxtəlif məsələyə dair. Əgər müxtəlif məsələdirsə, orada kollektivlikdən söhbət gedə bilməz. Eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti. Əgər burada bir olsa, bir nəfər ancaq fərdi müraciət ola bilər. İctimai iştirakçılıq. Yəni bir növ deyək ki, misal üçün ictimai rəylərin toplanması, dövlət orqanlarının insanların fikirlərini öyrənməsi, toplanması ictimai iştirakçılığın həyata keçirilməsinə qədər olan müraciətlərdir. Yəqin ki, bu da aydın oldu. Təkrar müraciət nədir? Deyir müraciətin bu qanunla müəyyən olunmuş baxılması müddətdə ötdükdə, yəni məsəl üçün Pünhan Təhsil Nazirliyinə məktub ünvanlayır. Təhsil Nazirliyi isə 15 iş gün ərzində onun müraciətinə baxmır. 15 iş günü keçir. Nə edir? Eyni şəxs, təkrarda da fikir versin, eyni şəxs, yəni Pünhan, eyni məsələ ilə bağlı, tutaq ki, işlə bağlı müraciət edir, eyni müraciətə baxan subyektə, yəni Təhsil Nazirliyinə ya da onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət olur təkrar müraciət. Başa düşdünüz? Və yaxud da ki, müraciət cavablandırılır. Pünhana cavab gəlir, amma yox cavabı gəlir işlə bağlı olaraq. Pünhanın da beyni çönür. Yenidən eyni şəxs, eyni məsələ ilə bağlı, eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciətdir. İki cür bunun yolu var ki, bu təkrar müraciəti əmələ gətirir. Müəllim, üzr istəyirəm. Şəxs fərqli olarsa eyni müraciət salınacaq. Xeyr. Bax, tutaq ki, burada Pünhan dəyişdi. Ona tər eyni müraciət və ya təkrar müraciət sayılsın. Tutaq ki, deyək ki, bunu göndərdi. Kim göndərdi? Aytən göndərdi. Adam dəyişir axı. Təkrar necə sayıla bilər ki? Yox, onu demirəm, müəllim. Bilirsiz nə deyirəm? Məsələn, Təhsil Nazirliyində, məsəl üçün, bu günləri mən məktub göndərəndə həmən məktuba baxan subyekt əli idi. Məsələn, bir aydan sonra mən həmən müraciət göndərəndə Yenə də oturub məncə onun təkrar yerində məsələn sayılacaq. Samir. Yenə də məncə o təkrar sayılacaq. Çünki sən eyni məsələnin eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərirsən. Yenə də həmən vəzifəni icra edən şəxsə göndərirsən. Başa düşdüm. Bəli. Getdik. Anonim müraciət. Müraciətə baxan subyektə, yəni yenə dedik quruma və ya onun vəzifəli şəxsinə, vətəndaşın yəni soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron formada göndərsənsə elektron imzan yoxdur. Hüquqi şəxsi isə hüquqi şəxsin adı və hər bir hüquqi şəxsin hüquqi ünvanı olmalıdır. O hüquqi ünvan göstərir ki, bu harda məhkəmə fəaliyyət göstərir. Hüquqi şəxsin də rəhbəri olur. Onun imzası olmadan yazar şifahi formadadır. Amma anonim müraciət yazılı olmalıdır. Yəni sən şifahi sən zəng edən kimi nömrəni düşür orada. O anonim sayıla bilməz axı. Çünki yazılı formada göndərilən müraciət olur anonim müraciət.
Bir də var vətəndaş müraciətlərinin baxılmasının əsas prinsipləri. Qanunçuluq, sərbəst və könüllü müraciət etmə hüququnun həyata keçmə şəraiti yaradılması, müraciətə dair tələblər vahidliyidir. Fiziki, bax burada bəzən testlərdə yazırlar ki, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması. Burada fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması olmalı idi. Ayrı seçkiliyə və süründürməçiyə yol verilməməsi olmalı idi. Müraciətə baxan subyektlərin və onların vəzifələri şəxsən fəaliyyətinin şəffaflığının təmin olunması idi və müraciət etmə hüququ ilə dövlət maraqlarının uzlaşdırılması. Çünki dövlət maraqlıdır ki, vətəndaş hüquqları həyata keçirilsin. Ona görə uzlaşır. Qanunun tətbiq dairəsi söhbəti var yoldaşlar. Ümumiyyətlə biz adətən bu qanundan danışanda söhbət burada vətəndaş müraciətlərindən gedir. Düzdürmü? Amma elə məsələlər var ki, elə sahələrlə bağlı müraciətlər var ki, onları bu qanun tənzimləyə bilməz. Və bu səbəbdən ona görə bizə nə deyir? Bax burada konstitusiya demir artıq. Qanunverici hissəsində deyək, konstitusiya bu qanundan, digər normativ hüquqlardan, tərəfdar tutduğumuz beynəlxalq müqavilələrdən ibarətdir. Amma tətbiq dairəsinə gələndə deyir, konstitusiya qanunlarında, başqa qanunlarda, onlar əsasında qəbul edilmiş digər normativ hüquqlarda, təbii ki, digər normativ hüquqların yerinə yaza bilər. Qeyri-normativ hüquq yaza bilər və yaxud da ki, normativ xarakterli akt yaza bilər, amma ola bilməz. Tərəfdar tutduğumuz beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bax bu cümlə bu sözün canıdır. Bu qanun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Yazar kim tanda? Bu qanun bütün hallarda vətəndaşların bütün müraciətlərinə şamil edilir. Əsla. Çünki indi biz burada bu gün baxacağıq ki, bəzi məsələlər var, bəzi sahələr var ki, vətəndaş müraciətləri haqqında qanun həmin məsələləri tənzimləmir, həmin sahələri tənzimləmir. Məsəl üçün, məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlər vətəndaş müraciətləri haqqında qanun tənzimləmir. Çünki inzibati icraatda bir inzibati icraatda 30 günə baxılır müraciət. Lazım gələrsə inzibati haqq qəbul etmək üçün 60 gün uzadılır, 90 gün uzadılır. Yəni burada söhbət fərqlidir. Ona görə də bu məsələlərə şamil olunmur. Baxın, bəzən tələbələr adətən qarışdırırlar. Uşaqlar, hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəisdən, deyək ki, tabor komandiri, indi bunu oğlanlar daha yaxşı bilər, və ya böyük rəislər, deyək ki, misal üçün, deyək ki, hərbi hissə komandiri müraciət etmə və onlara baxma qaydası silahlı qüvvələrin daxili xidmət nizamnaməsi və intizam nizamnaməsi tənzimlənir. Yadımdadır ki, sual düşmüşdü ki, filankəs filan yerdə hərbi qulluqçudur, korrupsiya ilə əlaqədar olaraq müraciət edir. Uşaqlar, korrupsiya ilə əlaqədar hüquq pozma xidmətlə əlaqədar bir şey deyil. Adam məsəl üçün xidmətlə əlaqədar nə ola bilər? Deyər ki, taborda müəyyən problemlər var və yaxud da ki, mən başqa bir yerdə perevod almaq istəyirəm və yaxud da ki, mənim bu filankəslə problemim var, mən bu rəhbərin işləmək istəmirəm və s. Bunlardır. Amma sənin korrupsiyan sənin xidmətlə bağlı deyil axı. Korrupsiyaya vətəndaş müraciətləri haqqında qanuni əsasən baxılacaq. Ona görə diqqətli olun ki, hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və yaxud da ki, fərq eləmir, böyük rəislərinə və ya bağlayıcısı var da ortada. Referendum və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar seçki məcəlləsi tənzimləyəcək. Sonra biz Milli Məclisdə bu qanunverici təşəbbüs hüququnun istifadə edən 40 min seçki hüququnun vətəndaş var idi ki, onlar Milli Məclisin müzakirəsinə təqdim edilməsi, təklif olunan qanun qərar layihəsinin qeydiyyata alınması məqsədilə ərizələrin verilməsi və bu ərizələrin baxılması qaydası da qanunverici təşəbbüs hüququnun istifadə etmə qaydası haqqında qanun olunur. Sən zaten bəyalara gedən şəxslər bu mövzunu keçəcəklər. Hansı ki, bu ombudsmandır. İnsan hüquqları müvəkkili şikayətə, məsəl üçün, baxır, araşdırır, amma müddətləri fərqlidir, uzadılma məsələləri fərqlidir. Ona görə ombudsman haqqında konstitusiya qanunu. Götürər yazır ombudsman haqqında qanun. Xeyr, ombudsman şəxsdir. Bizdə məsəl üçün belə deyək ki, şəxsdir. Konstitusiya qanunudur. O hakimlər kimi toxunulmaz adamdır. Yəni ona görə də burada konstitusiya qanunu tənzimlənəcək. Sorğunun verilməsi və sorğuya baxılması qaydası da informasiya əldə etmək haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənəcək. Bu da yəqin sizə aydın oldu. Sonra məişət zorakılığı məsələlərinə gəldikdə isə şikayətdə cinayət tərkibinin əlamətləri olduqda yaza bilər, amma olmadıqda olmalıdır. Təbii ki, buna da fikir verməlisiniz. Şikayətlərə baxılması qaydası məişət zorakılığı yox, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan qanununda tənzimlənəcək. Məsəl üçün, siyasi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxs. Dövlət İmtahan Mərkəzinin demək olar bura. Niyə? Çünki o həqiqətən də dövlət işlərini, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirir. Bu hüquqi şəxslərə və yaxud da ki, digər normativ hüquqa, yenə burada nədir? Normativ hüquqi haqlar və yaxud da ki, müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xidmət göstərən özəl hüquqi şəxslər var. Hansı ki, bu dövlətə aidiyyatı yoxdur, özü hüquqi şəxsdir və
fərdi sahibkarlara müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası bu qanunla tənzimlənəcək. İndi fikir verin. Sizə deyə bilməz ki, bütün hallarda bu qanun əcnəbilər və vətəndaş olmayan şəxslərin, məsəl üçün deyək ki, müraciətlərinin şamil olunur. Onu heç vaxt sizə deyə bilməz. Niyə? Ona görə ki, bizə deyir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, bu qanun müddəaları əcnəbilər, həmçinin vətəndaş olmayan şəxslər və xarici hüquqi şəxslərin müraciətləri şamil edilir. Amma bütün hallarda deyə bilməz. Baxın, vətəndaşlar müraciətlərin həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə, yəni qurumlara və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və yaxud da ki, şifahi formada bildirirlər. Bilavasitə təmin etməli olan. Qardaş, mən bugün işim tutaq ki, Təhsil Nazirliyinə bağlıdırsa, mən ona müraciət etməliyəm. Niyə durub ki, Maliyyə Nazirinə müraciət edərək ki, işimi uzadım. Ya ora yazılı müraciət edirəm, ya da mən şifahi formada bildirirəm. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks yaxud göstərilən qaydada göndərilir. Yazılı müraciətdə hansı məsələlər göstərilməlidir? Hökmən. Müraciət baxan subyektin adı, tutaq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ya onun vəzifəli şəxsin adı, soyadı və s. Tutaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyində Təhsil Nazirinin müavini cənab filankəs və filankəs ki, mən buna müraciət göndərirəm. Amma fikir verin. Deyir vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla. Qardaş, sən birbaşa nazirin mail adresinə müraciət göndərirsənsə, davada yazmayasan ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi filankəs və filankəs. Yazarsan ki, yox, hörmətli tutaq ki, deyək ki, Emin müəllim. Bu şəkildə müraciət edirsən. Mail adresindən gedirsə, hörmətli Emin müəllim. Vəssalam. Çünki sən artıq onun mail adresinə gedirsə, adam bilir ki, müraciət ona gəlir. Ya bir də orada durub sənin orada Təhsil Nazirliyi yazmağına, soyad, vəsə yazmağına ehtiyac yoxdur. Çünki elektron ünvanda mail adresinə bir məktub gedirsə, ona ehtiyac yoxdur. Amma kağız üzərindən göndərirsənsə, elektron formatda göndərirsənsə, onda yazmalısan ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Naziri cənab Emin Əmirullayevə məsəl üçün belə bir məktub ünvanlayırsan. Bu kağız versiyasında olanda belədir. Yəni sizi imtahanda yazar ki, elektron ünvanında da elə olmalıdır. Xeyr. Sən çünki mail adresi, məsəl üçün mən düzdür Pünhan, məsəl üçün mən sənə qardaş verib çıxmasın, mailinə sənət göndərəm. Durub bir də orada, yəni hamısını uzun uzadı yazası deyirəm ki, yazacağım hörmətli Pünhan, vəssalam. Müraciət ayrı nə qeyd olunmalıdır? Fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer, hüquqi şəxsin hüquqi adı və hüquqi ünvanı mütləq qeyd olunmalıdır. Nümayəndə vasitəsilə təqdim edirsənsə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı. Mən bu məsələni belə başa düşürəm ki, yoldaşlar, elə məsələlər var ki, onların qəyyumları olur, nümayəndələri olur. O adamlar məsəl üçün düzdür, misal 50-lik ola bilər, fiziki qüsurlu ola bilər də belə deyim. Onlar müraciət edə bilmirlər. Tutaq ki, nümayəndə vasitəsilə edirlər. Onda da çünki nə nümayəndənin səlahiyyətləri çünki bir adamın üzərində məhkəmə nümayəndə təyin edir və yaxud da ki, deyim ki, həmin o qəyyumluğu məhkəmə tərəfindən təyin olunur ya da qəyyumluq orqanı tərəfindən təyin olunur. Onlara da səlahiyyət verilir. İndi burada 6.4-dən 6.9-a qədər olan hissələr isə daha diqqətli oxunmalısınız. Niyə? Çünki sənin müraciətindəki tələblər 6.4-dən 6.9-a qədər olan tələblər ödəməsə sənin müraciətlərin baxılmamış saxlanılacaq. Fikir verin. Hüquqi şəxsin firma rekvizitləri olan blankda göndərildi. Uşaqlar, adicə fikir verirsiniz. Məsəl üçün, rekvizitlər deyəndə o rekvizitlərə baxanda sən bilirsən ki, bu hansı firmadan gəlibdir. Firmanın loqosu, emblemi olur, o da adı olur və s. Deməyin, onun ünvanları olur və s. O dil göndərildi. Yaxud fiziki şəxsin əlaqə məlumatlarının ən azı birinin göstərdiyi hallar istisna. Ya mail ola bilər, poçt ünvanı ola bilər və yaxud da ki, deyək ki, əlaqə nömrəsinin göstərildiyi hallar istisna olmaqla. Sən adını, soyadını yazma. Yaşadığın yeri yazma. Hətta təkcə nömrəni yazsan belə, ya təkcə elektron poçtunu yazsan və yaxud da gedəcək poçt indeksinə, rayon poçtunu yazsan, o anonim sayılmayacaq. Niyə? Çünki qanun deyir ki, ən azı birinin göstərildiyi hallar istisna olmaqla bu qanunun deyir ki, tərəflənən cavab vermədikdə anonim sayılacaq və anonim müraciətlər də nə qəbul edilmir, nə də heç onlara baxılmır. Sən bu Anonimdəkində heç bir şey olmamalıdır. Bəli. Anonim sayılması üçün heç nə olmamalıdır. Bir dənə nömrə yazsın, o anonim sayılmayacaq. Çünki deyir axı, ən azı birinin göstərildiyi hallar istisna olmaqla. Aydın oldu. Mən Deməli, fiziki şəxs tutaq ki, bugün Pünhan tutaq ki, deyək ki, Bir halda anonslara baxmırlar. baxmırlar, nə də qəbul eləmirlər. Bəli. Nə ediləcəm? Bax, cəmaatın nəyinə lazım ki, anonim müraciət gəlir? Nə bilirlər kimdən gəlir, kimin nə dərdi var? Nəyə baxsınlar ki? Heç məntiqsizdir, düzdür. Nəyə cavab verəcək? Nəyə baxıb nə edəcəklər bununla müraciətə?
Müəllim, üzr istəyirəm. Elə bil mən bu yaxınlarda hardasa eşitmişdim. Ya Daxili İşlər Nazirliyi idi, ya hansı nazirlik idi. Vətəndaşlara müraciət eləmişdi ki, nəsə cinayətin qarşısının alınması, yoxsa nə ilə bağlı yazmışdı. Yəni hardasa Okey. nəsə görsəniz və O yaxud da ki ümumiyyətlə olsanız, hadisə o ya ombudsman aha, haqqında Konstitusiya qanununda da var. Anonim müraciətləri ombudsmanı halda tutaq ki, qəbul edirdi ki, orada yetərli qədər aha, kifayətli və əsaslı faktlar var. Ola bilər ki, vətəndaşın verdiyi aha. anonim müraciətdə fakt var. O fakta əsasən baxacaqlar ona ki, vətəndaş elə belə informasiya verməz də. Baxırlar gör ki, həqiqətən bu əsaslı informasiyadır. O halda baxa bilirlər. Hə də belə deyim də, tutaq ki, mənim qonşuluğumda cinayətkar var, amma mən istəmirəm ki, bilinsin ki, məsəl üçün mən onu şikayət edirəm Kifayət və qədər yaxud da onu əsaslı burada faktlar var görmüşəm da, də. bəli. Üzə sən Hə, kifayət qədər başa əsaslı düşdüm. fakt göstərirsən. Bəli, bəli, bəli. Hesab etmirəmsə Daxili İşlər Nazirliyi silahlarla bağlı belə müraciət eləmişdi ki, silahların yerin deyilməyinə bağlı nəsə belə bir şey qanunsuz silah istifadə edənlərə qarşı deyəsən. Yəni belə. Keçdi uşaqlar. Sonra bax fiziki şəxs. Sən göndərirsənsə kamil. Fiziki şəxsin müraciət göndərisi tarix imza ilə qoymalısın orada. Tarixin yazır ki, hansı tarixdə göndərirsən, imzalayırsan. Hüquqi şəxs təşkilat göndərirsə, ya hüquqi şəxsin rəhbəri, yaxud onun sahib nümayəndəsi imzalayıb tarix qoymalıdır. Burada rəhbər söhbəti fiziki şəxsi ilə, fiziki şəxsin yerinə kamil tutaq ki, Goranboyda bilmirəm, Körçay Təbiət Qoruğunda işləyirsən. Sənin müraciətin sənin rəhbərin imzalamalıdır ki, hüquqi şəxsin rəhbəridir. Gətir bu rəhbər temasını fiziki şəxsə verə bilərlər. Diqqətli olun. Yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı. Hüquqi şəxsin də səlahiyyətli nümayəndəsi olur və yaxud da ki, fiziki şəxsin də səlahiyyətli nümayəndəsi olur. İmzalayıb tarix qoymalıdır. Əgər bu gün sən müraciətində sənin nümayəndən o sənədin təsdiqləyən surətini əlavə eləməsən, müraciətin baxılmamış saxlanılacaq. Sonra baxın. İndi elektron müraciət dedik ki, necə daxil olun və ya bunu başa saldım. Həmin müraciət baxan subyektin və ya onun vəzifəli şəxsin elektron ünvanına göndərilir, yəni mail adresinə və ya müraciət baxan subyektin rəsmi internet saytına daxil olun. Rəsmi internet saytına daxil müraciətdə elektron poçt və ya poçt ünvanı göstərilməlidir. Elektron və ya poçt nə deməkdir? Elektron yəni mail adresin, poçt isə rayon poçtun, şəhər poçtun göstərilməlidir. Rəsmi internet saytına daxil edirsənsə. Sən bu gün elektron sənəd formasında, demir ha bax, elektron sənəd formasında müraciət göndərirsənsə, elektron imza ilə təsdiq olunmalısan. Yəni maillə göndərdiyin sənədləri sən elektron imza ilə təsdiq etməli deyilsən. Elektron sənəd formasında göndərirsən, o elektron imza ilə təsdiq olunmalıdır. Sənin bu gün müraciətini mətnə ilan qurbağa yazırsan göndə cəmaət oxuyan nə başa düşəcəksən, nə istəyirsən. Təklifini və ya tələbini aydın ifadə etməlisən. Kamil, konkret şəkildə ifadə etməlisən ki, sən müraciətində nə istəyirsən cəmaatdan, nə təklif edirsən. Təhqirə və böhtana yol verməməlidir. Götürər burada yazır tənqidə yol verilməməlidir. Sən də onu təhqir kimi başa düşərsən, imtahanda məsəl üçün tənqidə yol verə bilərsən. Tənqidin heç bir problemi yoxdur. Təhqir və böhtana yol verilə bilməz. Çünki təhqir və böhtana yol versən, qanunverici ilə mənim olmuş məsuliyyətə cəlb olunacaqsan. Tənqid yaza bilər imtahanda, ehtiyatlı olun. Qədi vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası. Baxın uşaqlar, yoldaş tələbələr. Niyə deyir ki, müraciətə baxan subyektlər və onların vəzifəli şəxslər. Artıq bilirsiniz ki, vəzifəli şəxslər kimdir? Müraciətə baxan subyektlər kimdir? Onlar bütün hallarda sizin müraciətlərinizə baxıb qərar qəbul etmək şeyləri yoxdur. Öhdəlikləri yox. Nə deyir? Bu qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri, bax demir ha, şifahi müraciətləri, yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bütün hallarda yox, bu qanunla müəyyən olmuş qaydada. Və nə deyir? Bütün hallarda yox. Bu qanunun tələblərinə uyğun olaraq verilən müraciətlərdən imtina qadağandır. Nətəri bu qanun tələblərinə? Yazar ki, bütün hallarda imtina eləmək qadağandır. Əsla. Bu qanunun tələblərinə uyğun olaraq verilən müraciətləri qəbul etməkdən imtina nədir? Qadağandır. Diqqətli olun burada da. Mütləq şəkildə bunu da bilməlisiniz. Sonra vətəndaşların müraciətləri bağlı kargüzarlıq. Kargüzarlıq haqqında təlimatda deyirdi ki, ümumiyyətlə prezidentin kargüzarlıq haqqında fərmanı vətəndaş müraciətlərinə şamil olunmur. Niyə? Çünki onun üçün ayrıca prezidentin müəyyən